Günüm səhərin sakit mənzərəsi ilə açılır. İlk iş olaraq inəklərin sağını ilə məşğul oluram. İnəklərin otunu, suyunu, yemini verib, xəstələnən quzulara iynə vururam. Doymayan quzulara bu cür butulkada süd veririk. Qoyunları arpa ilə yemləyib, toyuqlara dən səpib yumurtalarını yığıram. Bu mənzərənin gözəlliyinə baxın. Hələ bu güllərin gözəlliyini demirəm. İnsanı gözəlliyi ilə valeh edir. Sağdığım inəyin sütünü bişirirəm. Bugün də kartofun ilk toxasına başladıq. Bir xeyli işləyib yorulduq. Çıxan qabları yuyub bir fincan çayla dincəlirəm. Bu arada gün batımını izləmək kimin xoşuna gəlməz ki? Gecə film izləmək üçün popkorn hazırlayıram. Beləcə bir gün daha tamamlanır. Kanalıma abunə olub bəyənməyi unutmayın. Gələn videolarda görüşənədək.